məsələ oldu orada. Suallarımız yekunlaşır, amma məndə bir həmişə ənənəvi sual var. Bu ümumi verirəm həmişə, bu ölümlə bağlıdır. Ölümə münasibət. Ondan indi xoşun gəldi, gəlmədi. Bu insan yaranır və qurban olduğum hərəyə bir yaş verib və o yaşı yaşayır və bu dünyadan köçür. Bundan yavaş-yavaş adam yaşlaşdıqdan barışır. Məsələn, cavanlıqda deyir, necə mən? Məsələn, mən 30 yaşında dedim, necə mən varam, birdən yoxam, bu nətər ola bilər? Adam qəbul elə. Amma yaşlaşırsan, sonra yan yöründə nə qədər dostları, tanışları itirirsən və bunun şahidi olursan və bilirsən ki, sənin də axırın belədir. Və insanın ən çatışmayan cəhəti budur ki, bütün bunları görə-görə yenə də pisliyindən, ondan sonra qeyri-insani davranışlarından əl çəkmir. Bu ibrət olmur. Amma ibrət olunan adamlar var. Yəni, bilir ki, mənim sonumdur. Və insan əməlləri ilə bu dünyada hörmət qazanmalıdır. Və deməməlidirlər ki, bunun yanındakılara Allah rəhmət eləsin. Özünə deməlidirlər ki, Allah ona rəhmət eləsin. Çox yaxşı adam idi, savab işlər görürdü. Yəni, insan yaşa dolduğu zaman, əgər imkanı varsa, savab işlər çox görməlidir. Və təbii ki, bu dünyada tutub qalan olmayıb heç kim. Və insan yavaş-yavaş barışır. Amma məsələn, mən özüm üçün deyirəm ki, və belə daha hamıya arzu edirəm ki, insan belə xəstələnib, yorğan döşəyə düşüb, insanları bıqdırmasın, özü də gündə ölüb dirilməsin. Məsələn, Babək filmində belə bir söz var. Mən sizə hər gün ölüb dirilməyi qadağan edirəm. Yəni, orada belə bir söz var. Amma o adam ki, yorğan döşəkdə ölür dirilir. Mən həmişə deyirəm ki, mənə xoşbəxt bir ölüm ver. Elə bir bax, dünyasını dəyişmiş hansı insan real görüşmək şansınız olsa görüşərdiniz? Onlar bir dövr. Oydu. Atam. Məsələn, mən institut həyatımı gördü, amma mən kinoda oynamağımı görmədi. Anam gördü rəhmətli, amma məsələn, istəyərdim ki, ona görsün və ona yaşadığım dövrdə nə eləmişəmsə ona hesabat verirdim. Bunu görürüm. Çox sağ olun. Sonda bizim ənənəvi hədiyyəmiz var. Deməli, mən də qonağa təqdim edirəm. İndi qonaq da mənə nəsə verə bilər. Deməli, Rasim müəllim, bəlkə də bu kitab sizdə var, amma bizdə həmişə təşkilata dəstək olur. Mən onların kitablarından verirəm. Amma dedim ki, Rasim müəllim necə təəccübləndirim ki, bəlkə də bu kitab onda yoxdur. İlham Rəhimlinin sizin haqqında kitabı var, amma çoxdan yazılmış kitabdır. Mən burada baxdım, tapamadım. 70 il deymədir. Dedim, bəlkə Rasim müəllimə bu kitabı hədiyyə versəm daha yaxşı olar. Otağında yoxdur. Çox sağ olun. Bu məndən sizə hədiyyədir. Vardı, mən də payladım. Bilirəm ki, o çox köhnə nəşrdir deyə. Az qala bilər, kimsə sizə istəyə bilər. Bu məndən sizə hədiyyədir. Çox sağ olun, təşəkkür ederim. İndi otağınıza qoyarsınız və necəsə. Təşəkkür ederim. Mənim də belə bir kitabım var. Bu da belə bir kitabdır. Mən də müqabilində çox sağ olun. Təşəkkür edirəm. Təşəkkür ederim. Bizə lazım. Əlləriniz də bizə lazım. Çox gözəl.
Səmimiyyətin qəm nuru. Çox qəşəng adı var.